Salam əmri vaxtınız xeyirli olsun. Demək belə bir ütünü Bakı şəhərindən təmirə gətiriblər. Par verməsində problem var. Hərdən verir, hərdən vermir. İndi ortana nəticəni bir yerdə izləyək. Filtrinə baxaq. Burada silikon var. Bunu da təmizləyək. Datçikləri yoxladıq, işləyir. Spiral işləyir. Keçid eləyib bu hissəyə. Şurupları başqa bir şuruplarla əvəz eləmək olmaz. Ona görə ki, bunlar paslanmayandır. Mən bunların birini itirim. Hissədən bir şurup götürüm, qoyma düzgün sayılmaz. Diqqətlə baxsaq, içəri tozdur. Hissələrdə təmizlənəcək, pambıq kimi tozdur. Hissələri heç bir halda dəmirdən istifadə eləmək olmaz. Açarkən bunlar hamısı kartdan açılır. Demək, bu dilçək qırılıb. Bu miqrik işləyir. Parın verməməyin səbəbi budur. Dəmirlə yığdıq. Demək, sağ cınaq, sol orta hissədən 3 ədəd dəmir atdıq. Mil dərmanı vurduq. Daş kimidir. Knopka. Digər knopka. Hissələri və arxa hissəni tozunu təmizləyək. Toz hər bir hissədən ayrı-ayrılıqda götürüldü. Ön hissəsi sıxılır, ona görə ki, biraz boşluq var idi. Heç bir hissəsində cızıq, sürtülmə olmadı. Səliqəli asıldı, səliqəli bağlandı. Bütün şurupları koyduk. Üzerine su əlavə elədik. Ampermetre qoşmuşuq. Gücün götürür. Pompa işe düştü. Açonkaya su teması olur. Rejim değişikliği var. Her bir şey işledi, par verir. Bu kadar. Bu kadar. Çox sağ olun izlədiyinizə görə.